In 3, 2. Videonuzu bu formada fərqləndirmək, bir işıq qatmaq, rəngləndirmək istəyirsinizsə, indi göstərəcəyim bu üsuldan istifadə edə bilərsiniz. CapCut proqramına daxil oluram. Relight bölməsini seçirəm. Gördüyünüz kimi çoxlu seçimlər var. Mən Blue Backlight ilə davam edirəm. Burada 2 dənə əsas işıqlandırma çıxır. Birinci işıqlandırmada ağ rəngi, ikinci işıqlandırmada çəhrayı rəngi seçirəm. Burada isə tənzimləməyə çalışıram. İntensivliyi və s. hər biri var. İstədiyinizə uyğun tənzimləyə bilərsiniz. Arxa fonu dəyişmək istəyirsinizsə background seçməlisiniz. Gördüğünüz kimi artık hiçbir bəhanəmiz qalmadı. Hayretler içerisinde izliyorum. Yani şöyle izliyorum. Süni intellekt alətləri, proqrama gətirilən yeni funksiyalar hamısı bizim videolar çəkməyimiz üçün şərait yaradır. Artıq şərait də var, uşaqlar da var. Əgər bu video sizə faydalı oldusa, məni izləməyə başlayın. Elə indi izləsəniz çox şad olaram. Hələlik.